Cadu nə qədər təsir edə bilər insan taleyinə? Ümumiyyətlə təsir eləyirmi o? Birinə əgərsə bir pislik eləyirlərsə, bir mənfi enerji, bir cadu eləyirlərsə, bu mütləq özlərinə qayıdır, mütləq. Bir qaynananın gəlinin taleyində, hətta nəvələrinin taleyində rol oynaya bilir. Taleyimiz sanki əlimizin içində də özünü təzahür eləyir, xətlərlə, cizgilərlə, o sanki bir xəritədir, bizə yol göstərir. Taleyimizdə elə bir şey var ki, biz onu heç cürə dəyişə bilmirik də. Yəni o gedişat gedir. Sadəcə olaraq biz onun müxtəlif variasiyalarını yaşaya bilirik. Bu dəfə yaşayırıq ki, biz ruhumuzu mükəmməlləşdirək. Taleyimizdə özümüz üçün rol oynaya bilirik. Burada doğum rəqəmlərinin böyük rolu var. Əl cizgilərində göstərir. Demək ki, orada bir proqram var. Demək ki, orada bir xəritə forması, bir kod var sanki. Özünü və ya başqalarını tanımaq istəyirsənsə, əlinin içinə nəzər yetir.